Bugün Respublikanın her yerinde olduğu kimi Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonunda da uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş bayram tədbiri baş tutdu. Biz də Arxiv TV olaraq uşaqları bayram münasibəti ilə təbrik edib, onlara açıq səma altında xoş günlər arzulayırıq. Cənab Başçı, hörmətli tədbir iştirakçıları, 1 iyun uşaqların beynəlxalq müdafiə gününə həsr olunmuş tədbirimizdə hoş gördük sizlərin hər birinizi. Bugün xəyalların, arzuların ümid dumucağı, ailə qalasının misilsiz sevinç kaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanət olan uşaqların bayramıdır. Ey dünyanın saadəti, şirin səsli balalar, ömrümüzün, günümüzün təntənəsi balalar, mən öpürəm sidq ürəkdən bugün sizi balalar, ey göyərçin, al dərməmi, dimdiyinə çiçək tək, uçub söylə uşaqlara, bayramınız mübarək. Qapımızı qızıl günəş hər səhər özü açsın, şöhrətiniz, hünəriniz dərə açsın, dağ açsın, gülüşünüz şən quşların nərməsinə qarışsın, ey göyərçin, al nərməmi, dimdiyinə çiçək tək, uçub söylə uşaqlara, bayramınız mübarək. Hörmətli tədbir iştirakçıları, 1 iyun bütün dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Bu nəinki uşaqların ən sevdiyi gün, eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını hatırladan bir gündür. Ümummilli liderimiz, uşaqların sevimli babası, Ulu Önder Heydər Əliyev uşaqlara həmişə diqqət və qayğı göstərmiş, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. O demişdir, uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın. Körpə gürültüsünü ən gözəl himn, ana baylasını ən əzizlərini adlandıranlar heç bir ritorika və pafosa yol verməmişlər. Söz yox ki, uşaq insan ömrünün bəzəyi, ailənin saadəti, xalqın sabahıdır. Uşaqlar bizim gələcəyimizdir deyimində çox səslənmiş olsa da belə, həmişə bütün zamanlarda aktual və mənalıdır. Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəməmiş, körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atmışdır. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının konstitusiyası və bir sıra qanunverici və normativ hüquqi haqlarla tənzimlənir. Sabahımız olan uşaqlara qayğı və diqqət dövlətimizin siyasətində önəmli yer tutur. Çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır. Azərbaycan dövləti də daim uşaqların sağlam böyüməsi, yaxud yaxşı oxuması və hərdənəfli inkişafının qayğısına qalmışdır. Hörmətli tədbir iştirakçıları, ölkəmizdə yaşayan bütün uşaqları 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə ürəkdən təbrik edib, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayır. Qoy həmişə sülh olsun. Bununla da 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə keçirilən tədbirimizi açıq elan edirəm.
Azərbaycan xalqına ən böyük töhfəsi və əmanəti müstəqil Azərbaycan olan Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və azadlığı, vətənimizin torpaqlarının toxunulmazlığı uğrunda, eyni zamanda konstitusiya dövlət quruluşumuzun qorunmasında canlarını qurban vermiş şəhidlərimizin, erməni vəhşiliyinin qurbanı olan şəhid övladlarımızın, uşaqlarımızın əziz xatirəsini bir dəqiqə sükunla yad edək. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, ilmi hissəsizləri, iyun uşaqların beynəlxalq mühafizəsi gününə həsr olunmuş video uşaqlara baxmağa dəvət edilir. Ümumiyyətlə lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədi ilə 1998-ci il avqustun 24-də uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Siz, əziz uşaqlar, bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyucuq. Və bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Təbrik edirəm sizi. Hörmətli tədbir iştirakçıları, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəfdir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Əminliklə deyə bilərik ki, doğma Ağdamımızda uşaqlara hər zaman diqqət və qayğı göstərilir. Onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hər tərəfli təhsil almalarına Ağdam rayon icra hakimiyyəti tərəfindən yüksək səviyyədə nəzarət edilir. Çıxış üçün sözü Ağdam rayon icra hakimiyyətinin başçısı Cənab Vaqif Həsənova verilir. Vaqif müəllim, buyurun. Hörmətli tədbir iştirakçıları, əziz balalar, hər bir dövlətin sağlam gələcəyinin təminatı həmin ölkənin uşaqlarının necə müdafiə olunmasından asılıdır. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. 1 iyun bütün dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Bu təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Tarixə nəzər salsaq, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konferansında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərarı alınır. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşür. Bugün dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Hazırda Respublikada 2 milyon 631 mindən çox uşaq var. Bu ölkə əhalisinin 5də birindən bir qədər artıqdır. Uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqətli uşaqlara qayğının daha da artmasına səbəb olur. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədi ilə
1998-ci il avqustun 24-də uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurgulanır. Bugün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, ölkə başçısı Cənab İlham Əliyev 2009-cu il uşaq ili elan etmişdir. Bu, ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqlara xüsusilə də xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və Fondun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusilə vurgulanmalıdır. Uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqları haqqında konvensiyasına və bu konvensiyanın 2 əlavə fakultativ protokoluna qoşulub. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilmiş uşaq hüquqlarının müdafiəsi, normal formalaşması və uşaqların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilir. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sayəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Qeyd etmək lazımdır ki, uşaq hüquqları sayəsində qanunvericilik bazası ildən ilə daha da gücləndirilir. Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə proqramlar qəbul edilmişdir. Azərbaycanda təhsilin inkişafı, gəncliyimizin sağlam və savadlı böyüməsini Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən uşaq evləri və internet məktəblərinin inkişafı, yeniləşən Azərbaycana yeni məktəb proqramları və təhsilə dəstək layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Uşaq problemləri ilə məşğul olmaq təkcə təhsil müəssisəsinin yox, bütün cəmiyyətin işidir. Bu fikri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixi 648 nömrəli fərmanı ilə təsdiq edilmiş yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.12.1 və 3.12.2-ci maddələrinin icrasını rəhbər tutaraq Ağdam rayon icra hakimiyyəti tərəfindən 2025 və 2026-cı illərdə aşağıdakı işlər görülmüşdür. Rayon icra hakimiyyətinin təşəbbüsü və qaçqınların və məcbur köçkünlərin işləri üzrə dövlət komitəsi tərəfindən az təminatlı və imtiyazlı ailələrdən olan məcbur köçkün uşaqlarına 2500 ədəd məktəbli forması və gödəkçə 2500 ədəd jaket 3000 ədəd əlcək verilmişdir. Həmçinin rayon icra hakimiyyəti tərəfindən 11 sentyabr 2025-ci il tarixdə ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olmuş 23 nəfər məzunun hər birinə 100 manat məbləğində pul mükafatı verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 fərmanı ilə təsdiq edilmiş yenici hakimiyyəti haqqında əsasnamənin 3.12.1, 3.12.2-ci bədlərlə vurularak rayon arasında fəaliyyət göstərən ümumi məktəblərinə, məktəbə qədər təhsil müəssisələrinə, digər qurumlar tərəfindən edilən kənar müdaxiləyə yol verilməmiş və onlar daimi nəzarətdə saxlanılmış. Həmçinin bütün təhsil müəssisələrində rayon icra hakimiyyəti tərəfindən qayğı və köməklər göstərilmişdir. Və indən sonra da daim bu prioritet istiqamətdə inkişaf edəcəkdir. Çıxışımızın sonunda ölkəmizdə yaşayan bütün uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir. Onlara səadət, sağlam həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq. Sağ olun. Tədbirimizdə Milli Məclisimizin deputatı Elman müəllim iştirak edir. Çıxış üçün sözü Elman müəllimə veririk. Buyurun Elman müəllim.
milletimizin en büyük varı, dövleti, serveti olan balalarımız. Hamınızı salamlayıram. Bugün sizler, əziz balalarımız, qalib Azərbaycanın övladlarısınız. Şərəfli bir tarih yaşayırsınız. Sizden xeyli önce siz yaşta olan balalarımız 90-cı illərin uşaqları. Çox məşəqqətli, əzab-əziyyətli bir həyat yolu keçdilər. Onların tarixinə, həyatına o qismət olmuş. Mən Allah Teala'dan arzu edirəm, Azərbaycan xalqına, Azərbaycan uşaqlarına uca yaradan bir də elə günlər qismət eləməsin. Biz yaşlı nəsil öz həyatımızda çox ağlayan uşaqlar gördük o dövrdə. Valideynləri itirmiş, tək qalmış uşaqlar gördük. Əzab-əziyyət içində böyüyən körpə balalar gördük. Bir qarın çörəyə möhtac olan uşaqlar gördük. Çadırlarda, vagonlarda, müxtəlif, yararsız yerlərdə təhsil alan siz yaşda balaları gördük. Ehtiyac içində böyüdülər. Ancaq əqidələrindən dönmədilər. Mübariz böyüdülər. Vətənpərvər böyüdülər. O məşəqqətli ağır günləri bir daha onlar və onlardan sonrakıların yaşamaması üçün vətəni sevdilər və vətən uğrunda döyüşə girdilər. Şəhid oldular, qazi oldular, döyüşdülər və bizləri, hər birimizi bu qələbəyə çatdırdılar. Mən arzu edirəm ki, Azərbaycanımız, xalqımızın sizin kimi övladları bir daha bu ağır günləri yaşamasın. Bugün dövlətimiz mümkün olan bütün qayrıları görsədir ki, Azərbaycan uşaqları, Azərbaycan gəncləri təmin olunmuş şəraitdə böyüsünlər, yaxşı təhsil alsınlar. Dünyanın müxtəlif yerlərindən bizi sevindirən sədaları gəlsin. Bugün var bu və davam edəcəkdir. Sizlər onu davam etdirəcəksiniz. Özünüzün təhsilinizlə, vətənsevərliyinizlə, vətənpərvərliyinizlə, prinsipial mövqe tutmanızla siz Azərbaycanımızın adını daha da yüksəklərə qaldıracaqsınız. Bizlərin nail ola bilmədiyi uğurlara siz imza atacaksınız. Ve bugün Ağdam rayonunun adını yükseklərə qaldıran ne kadar bizim gençlerimiz var, ne kadar mezunlarımız var, ne kadar bak buradan pervazlanan insanlarımız var ki, onların sesi, sədası hatta dünyanın müxtəlif ölkələrindən gəlir. Qoy həmişə sülh olsun. Qoy həmişə o bizim dövrümüzdə olan bir mahnıdır, yəqin sizlər də onu eşitmişsiniz ki, qoy həmişə günəş olsun, qoy həmişə sülh olsun, qoy həmişə anam olsun deyərlər. Mən sizə, əziz balalar, analı, atalı böyümək arzu edirəm, xoşbəxt həyat arzu edirəm, uğurlu talih arzu edirəm. Bugünkü dünyamızda yəqin hər biriniz izləyirsiniz bu məsələləri. Bugün dünyanın müxtəlif yerlərində az-yavaş böyüyen uşaqlar var. Bugün dünyanın müxtəlif yerlərində hələ də o müharibə şəraitində böyüyen uşaqlar var. Azərbaycan bu dövrü yaşayıbdır, az önce dedim. Oy Allah Teala bir daha o dövrü bizim dövlətimizə və xalqımıza qismət eləməsin. Bugünkü gündə mən sizlərə, əziz balalar, hər birinizə xoşbəxtlik arzu edirəm. Can sağlığı arzu edirəm və arzu edirəm ki, Azərbaycanımız
günü-gündən daha da çiçəklənsin, inkişaf eləsin, güclü olsun və Azərbaycan balaları sülh içərisində, əmin-amanlıq içərisində həyat sürsünlər və həmişə də vətənsevər, vətənpərvər olsunlar və dövlətimizin, millətimizin adını uca zirvələrə yüksəltmək üçün əllərindən gələni etsinlər. Sizin hamınızı bir daha salamlayıram. Bugün münasibətilə hamınızı təbrik edirəm. Sağ olun. Çıxış və təbrik üçün söz Ağdam Təhsil Sektorunun müdiri Tahir Abbasova verilir. Cənab başçı, hörmətli Milli Məclisin deputatı Elmo müəllim, hörmətli tədbir iştirakçıları, əziz müəllimlər və gələcəyimizin ümidi olan dəyərli uşaqlar. Sizi 1 iyul Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir. Hər birinizi sağlamlıq, sevinç və uğurlar arzulayıram. Uşaqlar hər bir xalqın gələcəyi, dövlətin ən böyük sərvətidir. Məhz buna görə də onların keyfiyyətli təhsil alması, vətənpərvərlikdə böyüməsi, müasir bilik və bacarıqlara yiyələnməsi dövlətimizin prioritet istiqamətlərindən biridir. Təhsil yalnız bilik vermək deyil, həm də şəxsiyyəti formalaşdırmaq, gənc nəslin gələcək uğurlarının təməlini qoymaq deməkdir. Hazırda Ağdam rayonu üzrə dövlət müəssisələrində 15.194 nəfər şagird təhsilə cəlb olunur. Bu rayonumuzda təhsilin inkişafına və gənc nəslin bilikli, savadlı yetişməsinə göstərən diqqət və qayğının bariz nümunəsidir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Ağdam təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Cari təhsil ilində Ağdam rayonunun şagirdləri Respublika Fən Olimpiyadasına yüksək nəticələr əldə etmişlər. Belə ki, şagirdlərimiz Olimpiyada qalibi olmuş, onlardan biri Qızıl, Ağdam rayon 2 nömrə tam orta məktəbinin 11-ci sinif şagirdi Emin Həsənzadə, digər isə gümüş medal qazanaraq Ağdam rayon 35 nömrə tam orta təhsil məktəbinin 9-cu sinif şagirdi Göyçə Məmmədova rayonumuzun təhsil uğurlarına yeni nailiyyətlər əlavə etmişdir. Eyni zamanda elmi və innovasiya sahəsində də mühüm uğurlar əldə olmuşdur. Bu il sabahın alimləri 15-ci Respublika Layihə müsabiqəsində Ağdam rayonunun Ayaz Abbasov adına Qaradağlı kənd orta ümumi təhsil məktəbinin təqdim etdiyi layihə qaliblər sırasında yer alaraq gümüş medala layiq olmuşdur. Bu uğur məktəbimizin şagird və müəllimlərinin zəhmətinin, yaradıcı düşüncəsinin və elmi potensialının göstərisidir. Əziz uşaqlar, siz Azərbaycanın gələcəyisiniz. İnanın, bugün məktəb parkaları arxasında əyləşən şagirdlər sabah ölkəmizin alimləri, müəllimləri, mühəndisləri, həkimləri və digər dövlət alimləri olacaqdır. Bu əlamətlər gün münasibəti ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısına, cənab Vahid Həsənova, uşaqlara və təhsil sahəsində göstərdiyi daim diqqət və qayğıya görə xüsusi təşəkkürümü bildirirəm. Rayon rəhbərliyi dəstəyi ilə azəmətli və sosial qayğıya ehtiyacı olan şagirdlərin məktəbi formaları, isti geyim və digər cəlbi məktəbi ləvazimatlara təmin olunması onların təhsilinə və rifahına göstərilən həssas münasibətin parlaq nümunəsidir. Bugün münasibətlə bir daha bütün şagirdləri təbrik edir, onlara xoşbəxt uşaqlıq, möhkəm sağlamlıq, parlaq gələcək və yeni nailiyyətlər arzulayırlar. Bayramımız mübarək olsun, əziz uşaqlar. Diqqətinizi görə təşəkkür ederim. Bir gün uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təhsildə yüksək nailiyyətlər göstərmiş. Həmçinin imtiyazlı və astamiyatlı ailələrdən olan bir qrup şagirdlərin mükafatlandırılması barədə. Bir gün uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təhsildə yüksək nailiyyətlər göstərmiş. Həmçinin imtiyazlı və astamiyatlı ailələrdən olan bir qrup şagirdin mükafatlandırılması məqsədi ilə Ağdam rayon İcra Hakimiyyətinin Xətrə Smetasının 12.9.0 bölməsinin 222.990-cı maddəsində nəzərdə tutulmuş vəsaitdən hər bir şagirdin 50 manat məbləğində mükafatlandırılması məqsədi ilə qərarı alınan. Qərar. 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təhsildə yüksək nailiyyətlər göstərmiş. Həmçinin imtiyazlı və astamiyatlı ailələrdən olan bir qrup şagirdin mükafatlandırılması məqsədi ilə aşağıda adları qeyd olunan şagirdlər Ağdam rayon İcra Hakimiyyətinin Xətrə Smetasının 12.9.0 bölməsinin 222.990-cı maddəsində nəzərdə tutulmuş vəsaitdən hər biri 50 manat məbləğində mükafatlandırılsın. 2. Mükafatlandırılan şagirdlərin siyasi sərəncamı əlavə edilsin. 3. Sərəncamın icrası Ağdam rayon İcra Hakimiyyətinin sektor müdiri, baş mühasib Hüsaməddin Həmidova tapşırılsın.
4. Sərəncamı surəti aidiyyəti üzrə Qarabağ Regional Təhsil İdarəsinin Ağdam rayonu üzrə təhsil sektoruna göndərilsin. 5. Sərəncamın icrasına nəzarəti öz öhdəmdə saxlayılır. Ağdam rayon icra hakimiyyətinin başçısı cənab Vahid Həsənov. İndi isə sizləri Ağdam Musiqi Kollecinin nəzdində fəaliyyət göstərən Qarabağ İnstrumental Ansamblının hazırladığı bayram konsertinə baxmağa dəvət edilir. Xalq mahnısı Ay Qarabağ ifa edirlər Güllücə Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Gülçiçək Məmmədova və Qaradağlı Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Edin Cəfərli. Müşahiət edir Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblı. Ansamblın bərbi rəhbəri Bəhrul Asılovdur. Buyurun. Qaraqaşın nəsməsi ifa edirlər Ağdam Musiqi Kollecinin tələbələri Səid Mehdizadə, Əsmər İbrahimova və Polad Xalmanlı. Görsən yanasan yanasan, 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 çəkmə qaşa əsməli, çəkmə gözəl sürməli, çəkmə qaşa əsməli, çəkmə gözəl sürməli, çəkmə qaşa əsməli, çəkmə gözəl
Ağdam Musiqi Kollecinin Tar sinifinin tələbələri Polan Nərmanlı, Namik Qəhrəmanov, Mahmud Rüstəmov və İlya Əlizadə. Geldi bahar. İfa Edrik Respublikan Əməkdar Artisti, Ağdam Musiqi Kollecinin direktoru Peyruz Səxavət və xor kollektivi. Gel
bununla da 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbirimiz başa çatdı.